Salam əziz 5-cilər. Bugün sizlə biz 33-cü mövzunu keçəcəyik. Artıq biz 5-ci sinif Azərbaycan tarixinin son bölməsindəyik. Bu bölmədə siz mədəniyyətlə bağlı mövzuları öyrənəcəksiniz. Eyni zamanda Kitabi Dədə Qorqud dastanı da bu dərslərdən biridir. Bu dastan haqqında ibtidai siniflərdə müxtəlif hekayələrdə məlumatlarınız var. Bu dastanla bağlı filmlər çəkilib, cizgi filmləri var uşaqlar üçün. Bu dastan əslində 12 boydan, yəni 12 hissədən ibarətdir. Və bu boylardan Basatın Təpəgözü öldürdüyü boy. Yəqin ki, həm oxumusunuz, həm onun cizgi filminə baxmısınız. Səhv eləmirəmsə, Əyrək ilə Səyrəyin boyu haqqında da ibtidai siniflərdə hekayəni siz oxumusunuz. Gələcəkdə də bu dastanın digər hissələrini ədəbiyyat dərsində də keçəcəksiniz. Kitabi Dədə Qorqud dastanı Oğuz türklərinin qəhrəmanlıq səlnaməsidir. Və bu dastan Oğuz türkləri haqqında əvəzsiz tarixi mənbədir, yəni şifahi mənbədir. Oğuz türklərinin yaşadığı geniş ərazidə yayıldığı üçün bu dastan onların ortaq abidəsi sayılır. Yəni bu dastan ancaq Azərbaycan xalqına məxsus deyil. Yalnız biz bunu deyə bilərik ki, ən çox da Azərbaycan xalqına məxsusdur. Çünki boyda baş verən hadisələrin bir çoxu Azərbaycanda baş verir. Dastanda bəhs olunan yer adlarının əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır. Alimlərin çoxu alimlər Dədə Qorqudu tarixi şəxsiyyət hesab edir. Yəni o əfsanəvi bir qəhrəman deyil, tarixi şəxsiyyətdir əslində. Onun Oğuzların Bayat qolundan olduğu və 7-ci əsrdə yaşadığı qeyd olunur. Dədə Qorqudun hətta Dərbənd ətrafında dəfn olunduğunu deyənlər də var. Mənbələrə görə Bayat tayfası da burada yaşayırdı. Baxın, əlaqələndirək. Dədə Qorqud Dərbənd ətrafında dəfn olunub. Dədə Qorqud Oğuzlar Bayat qolundandır. Hətta Dərbənd səthinin qapılarından biri də Bayat qapısı adlanır və Dədə Qorqudun 7-ci əsrdə yaşadığı ehtimal olunur. Boyların müəllifinin Dədə Qorqud olduğu güman edilir. Boyların hamısında onun adı çəkilir. Dədə Qorqud Oğuzların ağsaqqalıdır. Ağıllı məsləhətlər verir, çətinliyə düşənlərə yol göstərir. Oğuz elinin şənlikləri Dədə Qorqudun xeyir duası ilə təşkil olunurdu. O qopuz çalar, hekayələr söyləyər, qəhrəmanlıq göstərən Oğuz igidlərinə ad qoyardı. Oğuzlar onu keçmişin öyrədicisi, gələcəyin bələdçisi kimi görürdülər. Dədə Qorqud hər şeyi bildiyinə inanır və ona hörmət göstərirdilər. Baxın, burada qopuzun şəkli də var. Hətta qopuz sazın ilk variantıdır. Dastanda Oğuz adətləri. Dastanda Oğuz türklərinin həyat tərzi, adət-ənənələri, xüsusiyyətləri barədə də geniş məlumatlar var. Onlar mərdliyi, igidliyi, cəsurluğu ilə seçilirdilər. Qonşu xalqlarla mehriban münasibətlər qurmağa çalışan Oğuzlar heç kimin torpağına göz dikməmiş, doğma yurda soxulan düşmənlərə isə aman verməmişdilər. Oğuz igidləri məğlub olub aman istəyəni mütləq bağışlayar, döyüşdə də heç vaxt hiylə işlətməzdilər. Zəif və müdafiəsiz düşmənə heç vaxt toxunmazdılar. Baxın, buradakı şəkildən də biz görürük ki, Oğuzlar da kişilərlə bərabər qadınlar da at çapırdılar, döyüşlərdə iştirak edirdilər. Oğuzlar düşmənlərini qara donlu kafirlər adlandırırdılar. Kafirlər hiləgər, yalançı, vədinə əməl etməyən olub, Oğuzlara qarşı qəddar münasibəti ilə seçilirdilər. Oğuzlar düşmənləri ilə bağlı qarı düşmən dost olmaz atalar sözünü işlədirdilər. Hətta qaradonlu kafirlərlə bağlı Əyrək Səyrəyin boyunda YouTube-da yazın, ona baxın. Orada da qaradonlu kafirlər necə iki qardaşı bir-birinə vurdurmaq istəyir, amma buna nail olmurlar. Onu da orada özünüz müşahidə edin. Onların həyatında baş verən mühüm hadisələr el şənlikləri ilə müşayiət olunurdu. Ozanlar qopuz çalıb söz söyləyərdi. İgidlər at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda bir-biri ilə yarışardılar. At igidin dostu sayılırdı. Sahibi qəhrəmancasına həlak olan atın isə quyruğunu kəsərdilər.
Oğuzlar ananı müqəddəs hesab edir, ana haqqını Tanrı haqqına bərabər tutur, qadınlara xüsusi hörmət göstərərdilər. Hətta Şərq aləmində, Avropada qadınların hüquqsuz sayıldığı bir zamanda Oğuzlar qadını ən yüksək mövqedə xüsusi hörmətlə qiymətləndirirdilər. Oğuzların əsas adətlərindən biri də qonaqpərvərlik idi. Qonağı Tanrı qonağı adlandırır, qonaq gəlməyən evi xarabalığa bənzədirdilər. Tanrıçılıq dininə sitayiş edən Oğuzlar İslam dinini qəbul etdikdən sonra onlar arasında mənəvi birlik daha da artmışdı. Kitab-Dədə Qorqudda Oğuz türklərinin dövlət idarəçiliyi, həyat tərzi və təsərrüfat sahələri ilə də bağlı qiymətli məlumatlar var. Oğuz dövlətinin başında xanlar xanı Bayandur xan dururdu. Vacib məsələlər onun yanında bəylərlə birgə müzakirə olunurdu. Yəni Oğuzların hökmdarı Bayandur idi, amma Oğuz elinin ağsaqqalı isə Dədə Qorqud sayılırdı. Hələ uşaqlıqdan döyüşçü olmaq arzusu ilə böyüyən Oğuzlarda döyüş üsullarına və qaydalara xüsusi diqqət yetirilirdi. Oğuz igidləri döyüşlərdə yüksək intizamları ilə seçilirdi. Qadınlar da kişilərlə bərabər əllərində qılınc, at belində vətənin müdafiəsinə qalxırdılar. Vətən yolunda, torpaq uğrunda canından keçən Oğuzlar şəhid hesab edilirdi. Şəhidlərin adı uca tutulur və düşməndən onların intiqamını mütləq alırdılar. Oğuzlar alaçıqlarda yaşayırdılar. Evlənmək istəyən Oğuz igidləri ox atır və oxun düşdüyü yerdə özünə yurt salırdı. Oğuzların təsərrüfatında qoyunçuluq geniş yer tuturdu. Oğuz xanlarının minlərlə baş qoyun sürüləri var idi. At ilxılarının böyüklüyü xanın nüfuzundan xəbər verirdi. Bundan başqa Oğuzlar dəvə də saxlayırdılar. Bütün bu məlumatları birləşdirsək deyə bilərik ki, Oğuzlarda maldarlıq geniş yayılıb. Oğuzlarda bağçılıq, üzümçülük və əkinçilik də inkişaf etmişdi. Onlar taxılı dəyirmanda üyüdürdülər. Müxtəlif sənətkarlıq sahələrinin yayılması isə ticarətin inkişafına şərait yaradırdı. Oğuzlar ticarətdə hətta qızıl pullardan da istifadə edirdilər. Dastanın əhəmiyyəti. Qəhrəmanlıq dastanları xalqın tarixi yaddaşı hesab olunur. Ana kitabımız hesab edilən Kitab-Dədə Qorqud həm də yazılı yaddaşımızdır. Bu dastandan adət-ənənələrimiz, tarixi ərazilərimiz, dilimiz haqqında geniş məlumat alırıq. Hətta dinimiz haqqında. Demək, İslama qədər Oğuzların dini tanrıçılıq idi. Daha sonra isə İslam dinini qəbul etmişdilər. Dədə Qorqudun söylədiyi hekayələr şifahi şəkildə dildən dilə keçərək yayılmış, sonralar yazıya yayılmışdır. Dastanın 12 boydan ibarət olan xüsusi nüsxəsi Almaniyanın Dresden şəhərində saxlanılır. 2000-ci ildə ölkəmizin Kitab-Dədə Qorqudun 1300 illik ölkəmizdə Kitab-Dədə Qorqudun 1300 illik yubileyi keçirilmişdi. Baxaq, dastan 7-ci əsrdə yaranıbsa, hardasa 13 əsrdə üstünə gələndə neçə eləyir? 2000 təxmini. Yəni 13 əsr sonra 7-ci əsrdə yaranan dastanın 1300 illik yubileyi qeyd olunmuşdu. Neçənci ildə qeyd olundu? 2000-ci ildə. Hətta Dədə Qorqud parkı var, Dədə Qorqudun adına filmlər çəkilib Azərbaycanda. Dədə Qorqud dastanı dünya xalqlarının nadir mədəni abidələri sırasına daxil edilmişdir. Dədə Qorqud hansı türk tayfasından idi? Bayat. Neçənci əsrdə yaşamışdı? 7-ci əsrdə. Dərbənd səthinin qapılarından biri hansı adı daşıyır? Bayat qapısı. Dastanın nüsxələrindən biri harda saxlanılır? Almaniyanın Dresden şəhərində. Oğuzların həyat tərzinə baxanda orada nə inkişaf etmişdi? Heyvandarlıq, yəni maldarlıq, hətta onlar əkinçiliklə məşğul olurdular, taxıl dəyirmanları var idi. Oğuzların başında kim dayanırdı? Xanlar xanı Bayandur xan.
Onlar nəyi çox üstün tuturdular, hətta nəyi Tanrı haqqında bərabər bilirdilər? Ana haqqını. Oğuzlara həmişə xəbərdarlıq da edirdilər ki, atalar sözləri ilə qarı düşmən dost olmaz. Aman istəyəni bağışlayırdılar. Bəli. Dədə Qorqud özü dastanda necə tanınır? Məsləhət verən, hekayə söyləyən, igidlərə ad verən. Demək uşaqlar, dərsimiz bu qədər. Ümid edirəm ki, dərsi tam mənimsəyə bildiniz. Bu suallara da özünüz cavab yaza bilərsiniz. Demək olar ki, hamısı haqqında sizə məlumat verdim. Növbəti dərs izahlarında görüşənədək. Mütləq Dədə Qorqudla bağlı çəkilən cizgi filmlərinə və filmlərə baxmağı unutmayın.